Balakəndə çay daşıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, bir neçə gündür yağan intensiv leysan yağışları nəticəsində çay daşıb və Katex kəndini su basıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, müvafiq qüvvələr cəlb olunaraq zəruri tədbirlərin görülməsi təmin ediləcək. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin açıqladığı məlumata əsasən hazırda Balakən-Şəki zonasının bəzi yerlərində güclü yağış yağır. Balakəndə 43 yaşlı kişini sel aparıb. Rayonun Katex kənd sakini 1983-cü il təvəllüdlü Aslan Ramazanoviç Rızayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Hazırda onun axtarışları davam etdirilir. Dünən gecə saatlarından başlayan intensiv yağışlar Ağstafa rayonunda bir sıra fəsadlara yol açıb. Rayonun Köçvəlli kəndində sel suları evlərə dolub, həyətləri basıb. Yaxınlıqdan keçən su kanalı daşıb. Hazırda sakinlər çıxılmaz vəziyyətlə üz-üzədir. Məlumatçı bildirək ki, qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.